Bir adama soruşanda ki, sən kimsən? Başlayır, nə bilim, Bakı Dövlət Universitetində oxumuşam, nə bilim, İmişli rayonun falan kəndində doğulmuşam, falan ildə, Bakıda orta məktəb orada təhsil almışam. Bu elə bilir ki, sən kimsən sualının cavabı belə şeylərdir. Bu sualın ən ciddi cavabı bilmirəm. İnsan, yəni o boş söhbətdə insan öz kimliyini təxmin edə bilər. Amma insanın kimliyi həmişə situasiyalarda önə çıxır. Yəni, gərək bir situasiya olunsun. Sən o situasiyanın içine düşəsən. Və orada biləsən ki, sən kimsən. Bizim insanlar da, məsələn, aldanmağa meyillidir. Məsələn, onlar aldanmaq istəyirlər də. Məsələn, sən denən ki, məsələn, bir insandır, məsələn, denən ki, qadındır. Keçən dəfə deyəsən, yazmışdım. Deyirsən ki, sən gözlərin çox gözəldir, amma filan yerin pisdir. Hoşuma gəlir. Onu qəbul eləməyəcək axı. Necə yəni filan? O nə istəyirsən? O deyir ki, töv gözəlsin. O ona həqiqət lazım deyil. Aldanmaq istəyirik. Məsələn, mənim haqqımda orada Facebookda, sosial şəbəkədə mən həmişə özümə istinad eləyirəm. Yəni danışanda necə fikirləşirəm ki, bax bizi Allah yaradıb, yoxsa təbiət yaradıb. Bunlar minillik mövzudur və minillik mövzulara mən zaman sərf eləmək istəmirəm. Amma dəqiq bilirəm ki, biz hamımız eyni materialdan yaranmışıq. Məsələn, bir yazıcı öz hisslərinə, duyğularına xəyanət eləyəndə o yaza bilmir. Nəyə görə yaza bilmir? Məsələn, mən fikirləşirəm ki, bu hissləri mən keçirmişəmsə, demək bu duyğular insana aiddir. Bunu bütün insanlar keçirə bilər, amma o dilə gətirə bilmir. Amma insan öz içinə, ruhuna xəyanət eləyəndə onun hissləri, duyğuları işləmir. Da sarbat olmuş qayqa kimi öz-özünə yerində fırlanır. Heç nə. Məsələn, tutaq ki, hər şeyin ilk dəfə, məsələn, ilk dəfədən sonra birincidə əziyyət çəkirsən, ikincidə, üçüncüdə də biraz belə əziyyətin əlamətləri olur, sonra öyrəşirsən. Bizim universitetdə, mən də onsuz da ad çəkmirəm ki, deyəsən, yəni kimisə nəzərdə danışır bunu. Bir qız var idi, çox gözəl qız idi. O qədər gözəl idi ki, heç adam ona məsəl üçün eləmək istəmirdi. Risk eləyib ona yaxınlaşmaq istəmirdi ki, o məni bəyənməz. Belə ədəbli, ərkanlı özünü aparmır. Sonra birinci kurs belə də qutardı. Sonra onun bir dənə sevdiyi bir oğlan çıxdı ortaya və başladı. 4-4 aydan sonra gördüyü oğlandan ayrıldı. Sonra oğlan acığına getdi başqa bir oğlandan münasibət. Onun da acığına ondan verib 4-cü kursa çatanda artıq o qızdan heç nə qalmamışdı orada. Və insan məsəl üçün çıxırsan ilk dəfə idi, hisslərinə, duyğularına xəyanət edirsən, yaltaqlıq edirsən, məddah bir çıxış edirsən. Üzün, gözün, əlin qızarır, daxili təkanlar baş verir ki, tanımıram axı, sən belə adam deyildin axı. O təkanlar, üzün, gözün qızarır. Sən o təkanlara bir dəfə əhəmiyyət verməyəndə, 2 dəfə əhəmiyyət verməyəndə, üçüncüdə daha o təkanlar baş vermir. Görürsən ki, sən hər cür əclaflıq eləyirsən, hər cür məddahlığı eləyirsən, üzün gözündə qızarır. Çünki hisslərinə, duyğularına xəyanət elədin, daha onlar sarvat oldu, daha sənə siqnallar gəlir. Bax, mən bunu nəzərdə tutub deyirəm ki, yazıcı öz duyğularına, səmimiyyətinə xəyanət eləyəndə o daha heç nə yaza bilmir. Həyatı hiss eləyə bilmir, münasibətlər sistemin hiss eləyə bilmir, duymur. Sənin sərvətin budur, sənin həyatda qazancın budur. Sən bunu necə xəyanət eləyə bilərsən bu hisslərə? Və sən informasiya sənə hardan gələcək? Nə yazacaqsın?